Əziz dostlar, hər vaxtınız xeyir olsun. 20 aprel 2025-ci il biz Şanlıurfa şəhərindəyik. Gaziantep'dən sonra növbəti dayanacağımız Şanlıurfa oldu. Bu ərazilər hamısı Şanlıurfadır, amma bura həm də eski Şanlıurfa deyilir. Çünki bura tarixi bir ərazidir. Yeni Şanlıurfa əlbəttə ki binalardan ibarətdir. Buradan biraz aralıdadır. Amma bu ərazilər isə eski Şanlıurfadır. Önümüzdeki bu yer Şanlıurfa'nın en görməli turistik yeridir. Balıklı Göl adlanır. Ümumiyyətcə bu ərazilərin 12.500 il tarixi var. 13.000 ilə yaxın tarixi var. Görsənir qədimi binalar, köhnə binalar. Qaldığımız otel də 500 illik bir oteldir, binadır. Sizə çəkmişəm, göstərərəm inşallah baxarsınız. 500 illik bir binada gözəl bir otel salıblar. Otel inşa ediblər. Burada da bakın 5 yıldız bir otel var ve bizim bugünkü videomuz Şanlıurfa hakkında ve Balıklı Gölü göstereceğim size. İndi içeri daxil oluram. Bakın burada yazıb Balıklı Göl Halilil Rəhman. Bura həm də müqəddəs bir yer sayılır ve müqəddəs yer nəinki İslam dini üçün, bütün dinlər üçün bura müqəddəsdir. Bu haqda da danışacağım. İbrahim Peyğəmbərin doğulduğu mağara buradadır. Bir çox maraqlı rəvayətlər var. Hamısını danışacağım. Girişdə belə suvenirlər, mağazalar. Ətraf hər yer yaşıllıq, gözəl parklardır. Yuxarıda Urfa qalasıdır. Hal-hazırda restavrasiyadır orada. Amma insan burada həmişə çox olur. Minlərlə, yüz minlərlə turist gəlir bura. Həm yerli, həm xarici. İndi biz Balıklı Gölün ərazisinə daxil oluruq. Demək olar ki, giriş sərbəstdir, heç yerdə pul ödəmirsiniz. Sadəcə orada balıqları yemləmək üçün 10 TL verib balıq yemi ala bilərsiniz. Oradan da çox gözəldir. Havanın temperaturu 29-30 dərəcədir. Ümumiyyətcə Şanlıurfanın əhalisi 2 milyondan çoxdur. Türkiyənin ərazisinə görə 7-ci böyük şəhəridir. Gaziantep'də 6-cı böyük şəhəri idi. Gaziantep'le arasında məsafə 1 saat yarımdır. 1 saat yarıma gəlirsiniz bura. İnşallah buradan sonra Mardin'e de gedəcəyik. Daha bir tarixi şəhər. Və baxın nə qədər insan var. Sol tərəfdə Balıklı Gölün əsas hissəsidir. İndi oraya yaxınlaşacağıq. Və İbrahim Peyğəmbərin əhvalatı da orada deyərəm sizə. Hər dinə mənsub olan insanlar fərqli bir rəvayətlərlə tarixi danışırlar. Amma bizim rəvayətimizə görə buranda da bu haqda var. Zamanında İbrahim Peyğəmbərin dövründə Nəmrud adlı padişah var idi, hökümdar, çox qəddar idi. Və o Quranda bizə çatdırır ki, onun əmri ilə İbrahim Peyğəmbər oda atılır. Allah isə əmr edir ki, oda sərin ol və onu yandırma. Beləliklə od İbrahim Peyğəmbəri qoruyur və bunu görən insanlar da İslam'a yönəlir. Hətta İbrahim Peyğəmbərin qızı belə bu hadisədən sonra atasını inkar edir, hökümdarlığını, və atası onu da oda atır, yanmasına səbəb olur və bunu öz gözü ilə izləyir. O göl də qabaqdadır. İndi mən sizə buranı göstərəcəm və rəvayətə görə İbrahim Peyğəmbər baxın burada çox böyük bir ocaq qalanır. Quranda da bu bildirilir və bura atılır. Və ondan sonra isə o hadisədən sonra həmin o ocağın yerində baxın belə bu göl əmələ gəlir. Göl əmələ gəlir, içində də balıqlar. Ona görə bu balıqlar müqəddəs sayılır. Onları tutmurlar, toxunmurlar. Bunlar sazan balıqlarıdır. Bir söhbətlərə görə də deyilir ki, bu balıqlar həm də zəhərlidir. Olmaz. Burada baxın məscidlər, hər yer turistik ərazilərdir, böyük ərazilər. Yuxarıda otellər, qarşıda çarşı var. İndi İbrahim Peyğəmbərin doğulduğu mağaraya da gedəcəyik. Həmçinin Nəmrudun qızının yandırıldığı ərazidə də belə göl əmələ gəlib. Orada gedəcəyik rəvayətə görə.
Baxın, insanlar isə çoxdur, yaxınlaşırlar, şəkil çəkdirirlər, balıqları yemləyirlər. Mən indi ərazi böyük olduğuna görə buradan ümumi çəkilişlə sizə ətrafı göstərəcəm. Çünki hamısını çəksəm ən az 1-2 saat gedər. Qarşıda çox yuxarıda gözəl Urfa qalasıdır. Heç ki ora çıxa bilmirik. Balıqlı gölü isə mən həmişə videolardan görürdüm, amma bu qədər insan olacağını təsəvvür eləmirdim. Bugün həm də bazar günüdür. Şanlıurfanın müxtəlif nüfuzu var, yəni insanlar Kürdlər yaşayır və başqa millətə, əsasən Kürdlər, Kürd dili daha çox istifadə olunur, ərəb dilinə də bənzəyir, fars dilinə də, yəni maraqlı bir şəhərdir, tarixi bir şəhərdir. Bura Eyyubiyə ilçəsidir. Şanlıurfanın 13 ilçəsi var. Bura Eyyubiyə ilçəsinin ərazisidir, Balıqlı göl. Və azan səslənir. Balıqlar çox böyüdü, baxın. Şanlıurfa həm də Türkiyənin populyar tanınmış müğənnisi, İmperator ləqəbli İbrahim Tatlısəsin də vətənidir. Burada hətta onun adına İbrahim Tatlısəs müzesi də var, müzeyi. Bura isə çarşıdır, tarihi çarşı adlanır. Yuxarıda restoranlar var. Əsas qədimi çarşı isə qabaqdadır. Tarixi bazar qabaqdadır. Bunun adı tarihi çarşıdır, amma ora əsl tarixi çarşıdır. Ətraf çox gözəldir, yaşıllıqlar, gül, çiçək. Şanlıurfanın ərazisində çox gəzməli yerlər var, görməli tarixi yerlər var. Əbəs yerədir, 13-15 min illik tarixi olan bir şəhərdir. Və burada ən önəmli yerlərdən biri də Göbəklik təpə adlanır. Çox məşhur bir yerdir, arxeoloji qazıntıların çox aktiv şəkildə aparıldığı bir yerdir. Haqqında böyük araşdırmacıların sənətli filmlər çəkdiyi bir yerdir. İnşallah ora getməyi planlayırıq. Biz isə bura gəldik hal-hazırda İbrahim Peyğəmbərin doğulduğu mağaraya. Ora baxacağıq. Bura isə qədimi çarşının girişidir, bazar. Qarşıdadır. Urfa ümumiyyətcə Peyğəmbərlər şəhəri adlanır. Bir çox Peyğəmbərlərin yolu bu şəhərlə kəsişib, adı bu şəhərlə yanaşı çəkilir. Əsasən də Əyyub Peyğəmbər tarixdə çox böyük səbir göstərmiş Peyğəmbərlərdən biri kimi qeyd olunur. Hətta onun üzərini xəstəliklər, yara, xora basmışdı. Yenə də o səbr edirdi, öz imanından dönmürdü, hər şeyin Allah'tan olduğuna əmin idi və xüsusi bir bulaqdan su içdikdən sonra bütün xəstəlikləri, dərdi-səri keçmişdi və o bulağın və Eyyub Peyğəmbərin doğulduğu kənd də Urfadadır, hardasa mərkəzdən 20 kilometr aralıdadır. Baxın, bura isə Həzrəti İbrahim Peyğəmbərin doğulduğu mağaradır. Xanımlar ayrı girir, bəylər ayrı girir. Bu tərəfdə isə Məhəmməd Peyğəmbər sallallahu aleyhi ve sellem'in ayaq izi və saqqalından bir tükün olduğu balaca bir muzeydir. Bu qapıdan giririk, bu qapıdan çıxırıq. Arxamızda isə məscid. İndi isə bu gözəl ərazidə gedirik Nəmrudun qızının atıldığı hissəyə, yandırıldığı hissəyə. Daha bir rəvayətə görə Həzrəti İsa Peyğəmbərin də yolu bu şəhərdən bir müddət yaşamış. Həmin dövrdə Urfa hökmdarı da ağır xəstəliyə düçar olmuşdu.
Həzrəti İsa'dan rica edir ki, adam yollayır ki, onu sağaltsın. Əgər sağaldarsa, bütün Urfa xalqı onun dinini qəbul edəcək deyə rəvayət olunur. İsa Peyğəmbər isə ona öz dəsmalını göndərir və o bundan sonra sağalaraq sözünün üstündə durur və bütün Urfa xalqı İsa'nın dinini qəbul etmiş olur. Bu da rəvayətlərdən biri. Bəli, şəhər o qədər böyükdür, zəngindir, tarixi ilə, mədəniyyəti ilə çox şey göstərmək və danışmaq olar. Bacardığımız qədər. Biz də burada çox qalmayacağıq bir gün. Dünən axşam gəldik, gecələdik, bugün gəzirik və artıq axşam yola düşəcəyik. Bu arada yeni takipçilərimiz də əlavə olunur. Onları da salamlayıram. İzlədiyiniz və abunə olduğunuz üçün təşəkkürlər. Bəli, gəldik bu hissəyə, hansı ki Nəmrud, zalim Nəmrudun qızı İslamı qəbul etdi və atasının qəzəbinə düşər olaraq onun əmri ilə İbrahim Peyğəmbər kimi o da oda atılır və odda həlak olur və bu yerdir ora. Burada sonradan yenə də göl əmələ gəlir və o göldə belə balıqlar əmələ gəlir, müqəddəs balıqlar. Burada da bu haqda yazılıb, Zəliha gölü adlanır ona görə, Ayn Zəliha. Nəmrudun qızının adı Zəliha olur. Mahnı da var hətta bu haqda. Arxa tərəfdə isə gözəl istirahət yerləri, səhərində oturub istirahət edə bilərsiniz. Orada restoranlar, kafelər. Urfa çox gözəl gastronomi şəhəridir. Urfa kebabı bir çox başqa şəhərlərdə menyuda görə bilərsiniz. Məşhur Urfa kebabının dadına baxa bilərsiniz. Bax belə. Burada isə Maraş dondurması çox dadlıdır. Kahramanmaraş da gözəl şəhərdir. Burada yaxında yerləşir. Əslində 1984-cü ilə qədər Urfanın adı, Şanlıurfa'nın adı Urfa idi. Sadəcə Urfa. Sonra göstərdikləri, müharibədə göstərdikləri qəhrəmana görə, Türkiyə uğrunda mübarizədə göstərdiyi qəhrəmanlıqlara görə Şanlıurfa adı olaraq seçildi və bugün tam adı Şanlıurfadır. Belə əziz dostlar, bununla da Türkiyənin gözəl şəhərlərindən biri olan Şanlıurfadan videomu yekunlaşdırıram. İnşallah gələn videolarda görüşərik. Sağ olun, var olun.